Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdən tez-tez eşitdiyim şikayətlərdən biri, doktor, ayağımın altı yanır, göynüyür və bu da məni çox narahat edir. Bu nə ilə bağlıdır? Sizdə bir pəncədə uyuşma, yanma, iynə batma, qarışqa gəzmə hissiyatı varsa, eyni zamanda pəncədən baldıra doğru yayılan ağrılar sizi narahat edirsə, ayaqda yanma və göynəmə hissiyatı gecə saatlarında daha da kəskinləşirsə, sizi yuxuya getməyə qoymursa və yaxud da ki, gecə yarısı sizi yuxudan oyadırsa, bu şəkərin sinir zədələnməsi nəticəsində yaranan diabetik polineuropatiya xəstəliyidir. Belə pasiyentlər bildirirlər ki, doktor, gecə saatlarında biz ayağımızın yanmasına yuxudan oyanırıq, hətta gedib ayağımızı soyuq su ilə yumaq məcburiyyətində qalırıq. Bəzi qrup pasiyentlər isə ayaqda gücsüzlüyün olmasından şikayət edirlər ki, doktor, ev tərliyini belə ayağımızda saxlaya bilmirik. Sizin də bu cür şikayətləriniz varsa, vaxtında həkim nevroloqa müraciət edib müalicə alın. Əks halda bu sizdə ayağın arıqlamasına, yuxunuzun pozulmasına, eyni zamanda ayaq pəncəsində gücsüzlüyün yaranmasına səbəb olacaqdır.